gün yolumuz Qubanın gizli incilərindən olan Qırmızı qəsəbəyə düşdü. Elə bir yer ki, ilk addımdan etibarən səssizliyi, tarixi və özünə məxsus enerjisi ilə insanı öz sehrinə salır. Qəsəbə həm də məşhur iş adamı God Nisanovun doğulub boya başa çatdığı yer kimi də tanınır. Gördüyünüz bu ev də ona məxsusdur. Evlər, küçələr, tikililər hər biri sanki illərin xatirəsini daşıyır. Daş divarların içində tarixin izi, rənglərin arxasında bir mədəniyyət yatır. İlk dayanacağımız Qubanın simvollarından biri olan Tağlı Körpü oldu. Bu gözəlliklər Qudyalçay üzərində şəhərin mərkəzində yerləşir və 19-cu əsrin əvvəllərinə aiddir. Körpü daşdan və qırmızı kərpicdən tikilib. Ən diqqət çəkən cəhəti isə onun tağvari formasıdır. Bu quruluş sayəsində çəki bərabər paylanır və körpü əsrlərdir ayaqdadır. Əgər Qubaya yolunuz düşərsə, bu körpünün üstündən bir dəfə də olsa keçin. Tarixi addımlarınızda hiss edəcəksiniz. Qırmızı qəsəbədə bizi təkcə səssiz küçələr yox, həm də dərin tarixli hamamlar qarşıladı. Qadın və kişi hamamları burada həyat tərzinin və dini dəyərlərin bir güzgüsüdür. Əsrlərdir susaraq danışan bu daş divarlar sanki bir zamanlar buradan keçən həyatın səsini bizə pıçıldayırdı. Qırmızı qəsəbədə bir kişi və bir qadın hamamı mövcuddur. Hər ikisi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində tikilib. Tikililər yerli dağ yəhudilərinin təşəbbüsü ilə inşa olunub və o dövrdə həm təmizlik, həm də ictimai ünsiyyət yeri kimi mühüm rol oynayıb. Hər iki hamam qorunub saxlanılmışdı, lakin aktiv fəaliyyət göstərmirlər. Tarixi abidə kimi mühafizə olunur, bəzən turistlərə göstərilir. Bura o qədər heyrətamiz idi ki, bir dəfə görmək bizə yetmədi. 2 gün ardıcıl olaraq gəldik ki, bu gözəlliyin hər bucağını kəşf edək. Qırmızı qəsəbənin ən dəyərli məkanlarından biri Dağ Yəhudiləri muzeyidir. Burada bir xalqın əsrlərlə yaratdığı mədəniyyət, inanc və tarixi sanki yenidən canlanır. Muzey şənbə və qeyri-iş günləri fəaliyyət göstərmir. Cümə günləri 10-dan 14:00 kimi, digər günlər isə 10-dan 18:00 qədər fəaliyyət göstərir. Muzey Quba şəhərində Qırmızı qəsəbədə tarixi Kileki sinaqoqunun binasında yerləşir. Bu bina 19-cu əsrə aid tarixi sinaqoq olmuşdur və muzeyə çevrilərkən orijinal memarlıq qorunub saxlanılıb. 2020-ci ildə isə rəsmi olaraq muzey açılıb. Açılış Azərbaycan hökuməti və yerli yəhudi icmasının birgə təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycanın multikultural irsini nümayiş etdirmək və dağ yəhudilərinin unudulmaqda olan tarixi və mədəniyyətini qorumaqdır. Muzeydə Qafqazda yaşayan dağ yəhudilərinin Sovet dövründən əvvəlki və sonraki həyatını əks etdirən fotoarxivlər, əl yazmaları, məktub və dini kitablar, ənənəvi kişi və qadın geyimləri, baş geyimləri, dağ yəhudilərinin istifadə etdiyi məişət əşyaları, saxsı qablar, toxuculuq nümunələri, menora, tora, tallit, kippa və digər dini əşyalar, dağ yəhudilərindən xas dini ritualların izahı, qəsəbənin tanınmış sakinləri, o cümlədən iş adamı God Nisanov, elmi və dini xadimlərin həyat yolu haqqında məlumatlar, ziyarətçilər üçün audio bələdçi, video təqdimatlar və interaktiv ekranlar vasitəsilə təqdim olunan məlumatlar, dağ yəhudilərinin danışıq dili olan Cuhuri, Tat yəhudi dili ilə nümunələr sərgilənirdi. Burada həmçinin konfrans salı da fəaliyyət göstərir. Gənc nəsil və turistlər üçün mədəni maarifləndirmə və tarix dərsi funksiyası daşıyır. Qırmızı qəsəbəyə gələn hər bir turisti mütləq görməli olduğu yerlərdən biridir. Azərbaycan xalqının dini dözümlülük, mədəni müxtəliflik və bərabər hüquqlu yanaşma prinsiplərinin canlı göstəricisidir. Bu unudulmaz Quba səyahətini tarixin, mədəniyyətin və sükutun içində atılan addımlarla tamamlayırıq. Ruhumuzu dinləndirdik, xatirələrimizi isə ürəyimizdə apardıq. Əgər videonu bəyəndinizsə, şərh yazmağı, bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Dəstəyiniz bizim üçün çox dəyərlidir. Bugünlük bu qədər.